Demək ki, bizim Ramazanı həqiqi mənada yaşadığımız, bu məktəbi həqiqi mənada keçdiyimiz nəyə əsasən bilinəcək? Ramazandan sonraki yaşantımıza əsasən bilinəcək. Və son 10 günlük ibadətləri daha da artırdığımız günlər olmalıdır. Çünki diqqət etsək, Allah Resulü sallallahu əleyhi və səlləmin həyatında son 10 günlük tərk-i dünyalıq dövrüdür sanki. Normalda biz bilirik ki, İslamda tərk-i dünyalıq yoxdur. İnsanlardan ayrılmaq dediyimiz anlayış yoxdur. Yalnız Ramazanın son 10 günlüyündə Allah Resulünün etikafa qaldığını bilirik. Etikaf həm də daha çox özümüzlə baş-başa qaldığımız, günahlarımızla baş-başa qaldığımız, günahlarımızı Allaha etiraf etdiyimiz, günahlardan təmizlənmiş olaraq çıxdığımız zaman olmalıdır. O məscidlərdə qaldığımız etikaf. Yəni biz çalışmalıyıq ki, Ramazan və xüsusən də bu son 10 günlər Quranın həyatımıza endiyi zaman dilimi olsun. Necə ki biz bir ayı ibadətlə keçirib nəticəsində bayram eləyiriksə, seviniriksə, digər aylarımızda da Ramazanda əldə etdiyimiz bu ab-havanı yaşadığımız zaman və bu şəkildə də dünyadan köçdüyümüz zaman ölüm günümüz də bayramımız olacaq. Bismillahirrahmanirrahim. Elhamdülillah ve salatu ve selamu ala Resulillah. Uca Rabbimizə həmd olsun bir Ramazan daha yaşamağı, onun rızası üçün oruç tutmağı, ibadətləri artırmağı bizə nəsib etdi və artıq son 10 günlüyün içərisindəyik. Hər bir müsəlmana bəlli olduğu üzrə son 10 günlük ibadətləri daha çox artırmağımız gərəkən günlərdir. Və dəyərli müsəlmanlar, Ramazan hər zamanda yaşayan müsəlmanlar üçün bir dəyərdir. Amma xüsusən biz hal-hazırda elə bir dövr yaşayırıq ki, haqla batilin, imanla küfrün sanki bir-birinə qarışıq vəziyyətdə göründüyü bir dövrdəyik. Belə dövrlərdə insanın imanda, İslamda sabitlik göstərməsi çox çətindir. Yəni biz bu zamanda yaşayan, yəni son bir əsrin, xüsusən müsəlmanların başsız dönəmində yaşayan müsəlmanların digər zamanlarda olan müsəlmanların nisbətdə dində sabit qalmaları daha çətindir və məxsusən bu zamanda Ramazan digər zamanlardan daha çox önəm ifadə edir biz müsəlmanlar üçün. Çünki dində sabit qalmaq dediyimiz kimi çətindir. Çünki belə dövrü Allah Resulü sallallahu əleyhi və səlləm hədislərində vəsf edibdir. Bu baxımdan biz son 10 günlüyə girərkən də və bayrama doğru gedərkən də bu şuur üzrə getməliyik. Yəni Ramazan bizim üçün nədir? Bir məktəbdir, təlimdir. Biz buradan aldığımız güclə digər aylarda normal mömin standartlarında dinimizi yaşamalıyıq. Və biz diqqət etsək, Uca Allah öz kitabında Ramazanın hikmətlərindən bəhs edərkən də ən çox bu nöqtə üzərində düşünməyimizi istəyir. Yəni oruc sizə fərz qılındı ki, bu sayədə təqva sahibi olasınız. Təqva nədir? Allahın əmrlərini yerinə yetirib qadağalarından çəkinmək, yəni Allah qorxusu olması və Allah qorxusunun təbii nəticəsi olaraq insanın Allahın sərhədlərini gözləməsi. Bir insanın Ramazanın həqiqi mənada yaşadığının göstəricisi də təqvanı əldə etməsidir. Çünki Allah buyurur ki, oruc sizə fərz qılındı ki, bu sayədə təqvalı olasınız. Demək ki, bizim Ramazanı həqiqi mənada yaşadığımız, bu məktəbi həqiqi mənada keçdiyimiz nəyə əsasən bilinəcək? Ramazandan sonraki yaşantımıza əsasən bilinəcək. Onun üçün də bayramdan sonrası da biz müsəlmanlar üçün əsas qorumamız gerəkən tərəfi odur. Çünki salihlərin belə bir sözü var ki, əməli qorumaq, əməli etməkdən daha çətindir. Yəni hər hansı bir əməli qorumaq həmin əməli etməkdən daha çətindir. Ramazanı qorumaq da qeyd etdiyimiz kimi Ramazan xaricində olan bir şeydir. Çünki bəzi müsəlmanlarda təəssüf olursun ki, bayramdan sonra biraz zəifləmə ola bilir. Yəni Ramazanda müəyyən əməlləri artırıb, amma bayramdan sonra zəifləmə ola bilir. Amma belə olmaması lazımdır. Gücümüz yetdiyi qədər Ramazan xaricində də dinimizin əmrlərini yerinə yetirməliyik, qadağalarından da ciddi bir şəkildə uzaq durmalıyıq. Və son 10 günlük ibadətləri daha da artırdığımız günlər olmalıdır. Çünki diqqət etsək, Allah Resulü sallallahu əleyhi və səlləmin həyatında son 10 günlük tərk-i dünyalıq dövrüdür sanki. Normalda biz bilirik ki, İslamda tərk-i dünyalıq yoxdur. İnsanlardan ayrılmaq dediyimiz anlayış yoxdur. Yalnız Ramazanın son 10 günlüyündə Allah Resulünün etikafa qaldığını bilirik. Yəni məsciddə çəkilərdi və ümmətinə də bunu tövsiyə eləyərdi. Etikafa qalmaq da insanın bir baxımı özü ilə baş-başa qalması, düşünməsi, təfəkkürə dalması, Allahın qüdrəti haqqında düşünməsi, Allahın yaratdıqları üzərindən yaratdıqlarını müşahidə edib Allahın gücünü, qüdrətini, varlığını, birliyini təfəkkür etməsi deməkdir. İbadəti artırması gərəkən zamandır etikaf və son 10 günlükdə etikafın şəriətdə varid olmasının əsas səbəbi Qədir gecələrinin daha çox son 10 günlükdə olma ehtimalıdır. Çünki Qədir gecəsi dediyimiz gecə niyə dəyərlidir? İçərisində Quran endiyi üçün dəyərlidir və Quran da Allah Resulunun Hira mağarasındakı inzivası üzərinə gəlibdir. Yəni Allah Resulü insanlardan çəkilir
gəlir. Hira mağarasında təfəkkürə dalır və bunun nəticəsində də, yəni bu prosesin üzərinə də Qurani-Kərim enir. Sanki müsəlmanlar son 10 günlükdə etikafı yaşadıqda Allah Rəsulunun Hira təcrübəsinin bir hissəsini yaşamış olurlar. Allah Rəsulü necə Hirada bunu yaşadısa, müsəlmanlar da sanki bunu yaşamış olurlar və Ramazan Quranın endiyi aydır. Qədir gecələrində dəyərli olan Quranın enməsidir. Biz müsəlmanlar Quranla qarşı-qarşıyayıq. Qurana iman edirik. Quran qarşısında vəzifələrimiz var. Amma necə ki Ramazan Quranın endiyi aydır, bizim həyatımıza da Ramazan Quranın endiyi ay olmalıdır. Yəni nəyi nəzərdə tuturuq bunu deməklə? Quran insanlığa enibdir. Quran aramızdadır. Amma fərdlərin həyatına enməsi insanın bir baxımı özünün cəhd göstərməsinə bağlıdır. Yəni biz çalışmalıyıq ki, Ramazan və xüsusən də bu son 10 günlər Quranın həyatımıza endiyi zaman dilimi olsun. Və daha əvvəl qeyd etdiyimiz kimi Quranın həyatımıza enməsi də bizim Ramazandan sonraki yaşantımıza əsasən bilinəcək. Necə ki, Ayşə anamızdan gəlib soruşurlar ki, Allah Rəsulunun sallallahu əleyhi və səlləm əxlaqı necə idi? Ayşə anamız deyir ki, siz Quran oxumursunuzmu? Yəni Quran-Kərimdə Allah Teala bir insan profili təqdim edir bizə. Allahı tək olaraq qəbul edən, Allahın sərhədlərinə riayət edən, Allahın əmr və qadağalarına uyğun şəkildə həyatını yaşayan və Allaha imanın təbii nəticəsi və yansıması olaraq insanlığa qarşı mərhəmətli olan, əxlaqlı olan, sözündə, işində dürüst olan bir insan profili. Həqiqi mənada Quran həyatımıza ensə, biz bu şəkildə bir insan halına gələrik. Ramazanın da şəriətdə olma səbəbi, Ramazanda bu ibadətlərin bizə əmr edilmə səbəbi, Allah Rəsulunun sünnə olaraq tövsiyələrinin səbəbi də belə bir insan olmağımızdır və etikaf həm də daha çox özümüzlə baş-başa qaldığımız, günahlarımızla baş-başa qaldığımız, günahlarımızı Allaha etiraf etdiyimiz, günahlardan təmizlənmiş olaraq çıxdığımız zaman olmalıdır. O məscidlərdə qaldığımız etikaf. Necə ki, alimlər deyir ki, etikafa qalan kimsə özünü Rahmənin, yəni Rahman olan Allahın huzuruna atıb, məni bağışlamadıqca huzurundan qalxmayacam deyən insan kimidir. Yəni etikaf insanın günahlarla üzləşməsi və günahlarını Rəbbinə etiraf etməsi və bağışlanmış olaraq çıxması deməkdir. Bu etikafın, Ramazanın sonu da bayramdır. Bayram bir baxıma Ramazanın nəticəsində günahlardan qurtulduğumuz müjdəsini aldığımız gündür. Bu səbəbdən də müsəlmanlar bayram günündə sevinirlər. Bu səbəbdən də müsəlmanlar bayram günündə bir ayı ibadətlə keçirməyin sanki mükafatını görmüş olurlar. Buradan da başa düşürük ki, necə ki biz bir ayı ibadətlə keçirib nəticəsində bayram eləyiriksə, seviniriksə, digər aylarımızda da Ramazanda əldə etdiyimiz bu ab-havanı yaşadığımız zaman və bu şəkildə də dünyadan köçdüyümüz zaman ölüm günümüz də bayramımız olacaq. Allah Teala Ramazan bayramında bu ibadətləri yerinə yetirənlərə günahsız olaraq bayrama çıxmağı vəd edirsə, bizim də Allahdan diləyimiz odur ki, Allah Teala Ramazan ab-havası ilə ömrümüzü yaşayıb dünyadan ayrılarkən bayram ab-havasında getməyi, yəni mələklərin sizə vəd olunan cənnətlə sevinin müjdəsini əldə etməyi bizə nəsib etsin. Allah Teala həqiqi mənada günahlardan qurtulmağı və gözəl bir şəkildə bayramı sevdiklərimizlə bərabər keçirməyi bizə nəsib etsin, bizim üçün asanlaşdırsın. Elhamdülillahi Rabbil alemin.